Bura Şövkət Orduxanov adına Qusar şəhər stadionudur. Stadionda təmir işlərinə təxminən 10 il öncə başlanılsa da bir müddət sonra işlər yarımçıq saxlanılıb. Ərazi uzun müddətdir baxımsız vəziyyətdədir. Nəticədə Qusarın Şaxdağ futbol klubu ev oyunlarını Şamaxı Olimpiya kompleksində keçirməli olur. Bu isə həm komanda, həm də azarkeşlər üçün əlavə çətinliklər yaradır. Doğma stadionun istifadəsiz qalması komandanın dəstək imkanlarını məhdudlaşdırır. İstərdik ki, Şaxdağ futbol klubunun oyunlarını biz burada görək, burada dəstəkləyək. Çünki Şamaxıda keçirilən oyunlara görə həm maliyyə baxımından çətindir, həm də ki, özümüz ora gedə bilmirik, dəstəkləyə bilmirik. Yenə də deyirəm, istərdik ki, stadionumuz tez bir zamanda təmir olunsun, öz klubumuzu burada dəstəkləyək. Çox yaxşı olar. Biz də komanda üçün Şaxdağ burada oynayaq. Bilirsiniz ki, Şaxdağın böyük tamaşaçı kütləsi var. Təmir olunandan sonra inşallah bizim oyuncularımız da öz bölgəmizdə, öz rayonumuzda oynayar. Azərkeşlərimiz də ki, qırağa məsəl üçün bir müəyyən çətinliklər çəkməz inşallah. Məsələ ilə bağlı Qusar rayon icra hakimiyyətindən bildirildi ki, stadion bir müddət öncə Gənclər və İdman Nazirliyinin balansına verilib. Nazirlikdən isə təmir işlərinin nə zaman bərpa olunacağı ilə bağlı sualımıza cavab verilmədi.